Hər kəsə salam. Bu günlər natural ədədlər dərsinin izahını verəcəyik ilk mövzumuz olaraq. Ədəd anlayışından başlayacağıq. Ədədləri yazmaq üçün istifadə olunan işarələrə rəqəmlər deyilir. Rəqəmlər 9 dənə rəqəmimiz var. 0-dan 9-a kimi 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndi isə ədəd anlayışı ilə tanış olaq. Ədəd anlayışını biz vermək üçün 2 dənə qrafikdən istifadə etmişik. 2 böyük qrafikdən istifadə etmişik. Bir həqiqi ədədləri bölmüşük rasional ədədlər, irrasional ədədlər. Rasional ədədlərdən tam ədədlər və natural ədədlərə ayırmışıq. Bir də belə bir dairəvi diaqram vermişik. Adətən bu dairəvi diaqramdan daha çox istifadə olunur. Nəinki bu sözlə yazdığımız qrafikdən. Sadəcə aydın olsun deyə hər iki qrafik formada biz bunu vermişik. Gəlin buradan punktları oxuya gedək. Həqiqi ədədlər R hərfi ilə işarə olunur. Mənfi müsbət olmalı 2 böyük yarım qrupa ayrılır. Yəni həqiqi ədədlər hansı ədədlər olacaq? Baxın burada nümunələr vermişik. 1-dir. Bizdə -1-dir, 7-dir, 0,7-dir və s. Rasional ədədlər isə 2 hərfi ilə işarə olunur. Tərifində deyilir ki, n bölünsün n şəklində göstərilə bilən ədədlərə rasional ədədlər deyilir. Yəni kəsr formasında olan ədədlərin hamısı rasional ədəddir və 0 da rasional ədəd kimi qəbul eləyirlər. Tam ədədlər Z hərfi ilə işarə olunur. Saya bildik. Tam ədədlər olur 0, 2, -2, -0,2 və s. və ilaxır. Əsas odur ki, tam ədəddir. Yəni həm tamı olsun, həm kəsri olsun və yaxud da sadəcə tamı ya da sadəcə kəsri olsun. Gəldik natural ədədlərə. Bizim bugünkü mövzumuza, əsas mövzumuza. Sadəcə natural ədədləri öyrənməmişdən qabaq bu anlayışları biz bilmiş olmalıyıq ki, natural ədədlər mövzusunda çətinlik çəkməyin. Natural ədədlər saymaq üçün istifadə olunan ədədlər natural ədədlər deyilir. 1, 2, 3 və s. İrrasional ədədlər kök altında olan ifadələr, sonsuz dövr edən ədədlərə biz irrasional ədədlər demirik. Bəli, çox uşaqlar fikirləşir ki, sonsuz dövr edən ədədlərin hamısı irrasional ədədlərdir. Xeyr. Burada dövr təkrarlanmayan olan kəsirlərə biz irrasional ədədlər deyirik. Yəni, məsələn üçün, kök altında 2 təkrarlanmayan bir ədəddir. Kök altında 2 təkrarlanmayan bir ədəddir. 1 tam, neçəsə çıxır? 1,4. Burada sonsuz sayda təkrarlanan ədədlər gedir. Amma məsələn, biz yazsaq 0,3 təkrarlanır. Bunu biz 0,3-ü nə şəkildə yazacaq? Açıq şəkildə. 3, nöqtələr. Amma biz bunu axı onluq kəsrə keçə bilirik. Adi onluq kəsrlər dərsində keçəcəyik ki, 9-da 3-ə bərabərdir bu. 9-da 3-də ixtisar paranda edir 3-də 1. Deməli, bunlar natural ədəddir, nə kəsr ədəddir. Bu birbaşa rasional ədəddir. Çünki n bölünsün n şəklində göstərə bildik. Getdik ədədlərin 2-yə bölünüb bölünməməsinə görə ayrılır 2 qrupa. Tək ədədlər, cüt ədədlər. Cüt ədədlərin formulu bizdə 2n plus 2-dir. Tək ədədlərin formulu 2n plus 1-dir. Cüt ədədlərin formulu 2n plus 2 kimi də yazmaq olar, 2n kimi də yazmaq olar. Yəni, əsas odur ki, orada 2 vuruq olsun. Sadəcə, asan yadda qalmaq üçün bu şəkildə yazmağımız daha məqsədə uyğun olur. Keçək növbəti səhifəmizə. Burada biz natural ədədlər dərsinə artıq başlayırıq, qədəm qoyuruq. Əşyaları saymaq üçün istifadə olunan ədədlər natural ədədlər deyilir. Bunu bayaq da dedik. Natural ədədlər 1-dən başlayır. Bu o deməkdir ki, 0 natural ədəd deyil. 0 natural ədəd deyil. 2-yə tam bölünən ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlərin formulu 2n-dir, aşağıdakı kimi göstərilir. Nümunələrdə yazmışıq. Tək ədədlərin formulu 2-yə qalıqlı bölünən ədədlərə tək ədədlər deyilir. 2n-1 şəklində yazılır. Yəni, burada yazılış qaydasının heç bir fərqi yoxdur. 2n-2 şəklində də yazılmaq olar. 2n-1 şəklində də yazmaq olar. 2n plus 1 şəklində də yazmaq olar, bayaqki kimi. Plus 1 də yazmaq olar, minus 1 də yazmaq olar. Tək və cüt ədədlərin xassələri var burada, bəzi xassələr var. Bunları əzbərləməyə gərək yoxdur. Testlərdə çox rahatlıqla yerinə qoyaraq hesablaya bilərsiniz. Tək ədədin üstünə tək ədəd gələndə cüt ədəd eləyir, cüt ədədin üstünə cüt ədəd gələndə cüt ədəd eləyir. Tək ədəddən cüt ədəd toplayanda tək ədəd eləyir, tək-təkə vuranda tək eləyir, cüt-cütə vuranda cüt eləyir, təki-cütə vuranda cüt eləyir. Bunların hamısını əzbərləməyə gərək yoxdur. Dediyimiz kimi testlərdə yerinə qoyaraq tapa bilərsiniz çox rahatlıqla. Keçək bölünmə əlamətlərinə. Biraz tez-tez danışıram, bilirəm, çünki mövzu biraz genişdir. İstəyirəm hamısından, bütün mövzulardan biz xəbərdar olaq. 2-yə bölünmə əlaməti sonu 0 və ya cütlə bitən ədədlərə
Cüt rəqəmlə bitən ədədlər 2-yə bölünür. Məsələn, ola bilər 12, ola bilər 102, ola bilər 1002 və s. və ilaxır. Rəqəmlərin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Məsələn, bir dənə ədəd götürək ki, olsun 171. Rəqəmlərin cəmi nə deməkdir? Rəqəmlərin cəmliyir 1, 0 üstə gəlsin 7 üstə gəlsin 1. Biz deyirik neçə? 9. 9 3-ə bölünürmü? Bölünür. 9 3-ə bölünürsə, deməli bu ədədin özü də 3-ə bölünür. 1071 ədədini artıq 3-ə bölündüyünü biz yoxladıq. Oturub bölmədik. 4-ə bölünmə əlaməti son 0, son 2 rəqəmi 0-la bitərsə və yaxud da son 2 rəqəmi 4-ə bölünərsə, ədəd 4-ə bölünür. Eyni qayda ilə yoxlayırıq. Məsələn, böyük bizə ədəd verib 100, 70, 24 belə bir ədəd verib 10.724 kimi bir ədəd verib bizə. Biz bunun 4-ə bölündüyünü son 2 rəqəmindən görə bilirik. Görə bilirik ki, 24 4-ə bölünür. Bəli, 24 4-ə bölünürsə, deməli 10.724 ədədi də bizə 4-ə bölünəcək. Bu şəkildə. Getdik 5-ə bölünmə əlamətinə. 5-ə bölünmə əlaməti son 0 və ya 5 ilə bitən bütün ədədlər 5-ə bölünür. 6-ya bölünmə əlamətini ayırırıq 2 hissəyə. 2-yə və 3-ə bölünən ədədlər 6-ya da bölünür. Çünki 2-nin 6-nın vuruqları nədir? 2-dir, 3-dür. Getdik 8-ə bölünmə əlamətinə. 8-ə bölünmə əlamətində son 3 rəqəminə baxacağıq burada. Məsələn, bu bizdə bunu istədiyimiz qədər artıra bilərik. Bu əslində 2-nin bölünmə xassəsidir. 2-yə bölünmə xassəsində fikir verdinizsə, biz baxdıq son rəqəmə, 4-ə bölünmə əlamətinə baxdıq son 2 rəqəmə, 8-ə bölünmə əlamətinə baxdıq son 3 rəqəmə. Niyə görə? Niyə görə bu belə olur? 2-yə bölünmə əlamətinə 2 üstü 1, 2-nin son rəqəminə baxırıq. 4-ə bölünmə əlamətində 2 üstü 2, son 2 rəqəminə baxırıq. 8-ə bölünmə əlamətində 2 üstü 3, son 3 rəqəminə baxırıq. Onda belə çıxır ki, 16 olsa, son 4 rəqəminə baxacağıq. 16-ya bölünmə əlamətində son 4 rəqəminə baxacağıq. 9-a bölünmə əlaməti 3-ə bölünmə əlaməti ilə eynidir. Yəni, rəqəmlər cəmi 9-a bölünürsə, ədəd 9-a bölünür. 10-a bölünmə əlaməti hər solu 0 bölünmə əlamətində isə sonu 0-la bitən ədədlərin hamısı 10-a bölünür, qalıqsız şəkildə bölünür. Keçək 3-cü səhifəyə. 12-yə bölünmə əlamətində isə 12-ni 2-də vuruqlara ayırırıq, sadə vuruqlara ayırırıq. 3 vurulsun 4 şəklində yaza bilərik. Həm 3-ə, həm 4-ə bölünən ədədlər 12-yə bölünür. 7-yə və 11-ə bölünmə əlamətləri mövcuddur. Lakin bu abituriyentlər üçün əhəmiyyət kəsb eləmədiyindən burada biz qeyd eləməmişik. Burada da kiçik bir not kimi biz bunu sizin üçün vermişik. Keçdik bölünmə əlamətlərinə. Bölünmə əlamətləri 2 cür olur. Qalıqlı bölünmə və tam bölünmə. Qalıqlı bölünmədə gördüyünüz kimi A bizdə bölünəndir, B böləndir, C natamam qismətdir, D də qalıqdır. A-nı tapmaq üçün böləni qismətə vurub üzərinə qalığa gəlmək lazımdır. Yəni B vurulsun C üstə gəlsin D olmalıdır. Məsələn, burada biz nümunə də vermişik ki, 40 natamam qismət, bölən 40, natamam qismət 15 və qalıq 1 olarsa bölünəni tapın. Bölünəni tapanda nə edəcəyik? 40-ı vuracaq 15-ə, üstünə gələcək 30-u, düzdürmü? 40-ı vuracaq 15-ə, üstünə gələcək 30-u. Eyni qayda ilə 40-ı vurmuşuq 15-ə, üstünə gəlmişik 30-u. Bu da eləyib 630. Cavabımız olub 630. Getdik sadə və mürəkkəb ədədlərə. Bu arada qeyd eləməliyik ki, qalıq hər zaman böləndən kiçik olmalıdır. Keçdik sadə və mürəkkəb ədədlərə. Sadə və mürəkkəb ədədlər bölünənlərinin sayına görə ədədlər 2 yerə bölünür. Sadə ədədlər və mürəkkəb ədədlər. Deməli, özünə və yalnız 1-ə bölünən ədədlər sadə ədədlərdir. Özünə 1-ə və digər ədədlərə bölünən ədədlərə isə mürəkkəb ədədlər deyilir. Sadə ədədlərin tərifini verdik. Sadə ədədlər başlayır 2-dən. Bir nə sadə, nə mürəkkəb ədəd deyil. Bir ümumiyyətlə natural ədədlər çoxluğuna daxil olsa da nə sadə, nə də mürəkkəb ədəddir. Biz başlayırıq sadə ədədləri 2-dən. 2, 3, 5, 7, 11, 13 bu şəkildə davam edir. Burada da qeyd eləmişik ki, bir nə sadə, nə mürəkkəb ədəddir. Sadə ədədlər cədvəlində də 97-yə kimi qeyd eləmişəm. Çünki buradan artıq o aynası istifadə olunmur. Olimpiada tipli suallarda bəzən böyük rəqəmli testlər verilir ki, burada sadə ədəddir, yoxsa mürəkkəb ədəd. Orada da rəqəmlərinə bölünməsindən, rəqəmlərin cəminə bölünməsindən, 7-yə bölünmə əlamətindən, 9-a bölünmə əlamətindən yoxlayaraq tapmaq olar. Amma sizə abituriyent kimi 97-yə kimi olan rəqəmlər istifadə olunacaq, başqaları lazım deyil.
Yuxarıda gördüyümüz cədvəl bizə lazım olacaq və daha da çox istifadə edəcəyik. Keçdik mürəkkəb ədədlərə. Mürəkkəb ədədlər dedikcə 2-dən çox bölünən olan ədədlərə mürəkkəb ədədləri deyilir. Sadə vurğulara ayrılışa keçək. Ən kiçik mürəkkəb ədədimiz də 4-dür. Getdik, deməli bizdə sadə vurğulara ayrılışa. Ədədi sadə vurğulara ayırmaq üçün sadə ədədlərdən istifadə olunur. Ədədi sadə vurğulara ayırmaq üçün sadə ədədlərdən istifadə olunur. Sadə vurğular dedikdə ədədin verilmiş bütün vurğuları nəzərdə tutulur. Yəni, baxın, burada hamısını dairəyə almışıq. 140-ı sadə vurğularına ayırmışıq. Sadə vurğular dediyinə görə burada hamısını götürürük. Yəni, burada 2, 2, 5, 7 hamısı sadə vurğular daxildir. Müxtəlif sadə vurğuları sayı isə göründüyü kimi 3 dənə burada müxtəlif sadə vurğu var. 1 dənə 2-dir, 5-dir, 7-dir. Müxtəlif dediyi üçün hərəsindən birini götürürük. Keçdik qarşılıqlı sadə ədədlərə. Qarşılıqlı sadə ədədlər heç bir ortaq vurğu olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Məsələn, ardıcıl ədədlər, ardıcıl tək ədədlər, ardıcıl qarşılıqlı sadə ədədlər özü, hər biri bunlar qarşılıqlı sadə ədədlər hesab olunur. Deməli, bütün ardıcıl ədədlər və ardıcıl tək ədədlər qarşılıqlı sadədir. Bu xassəsi ardıcıl üst ədədlərə aid deyil. Qeyd eləmişik ki, aid deyil. Qarşılıqlı sadə ədədlərin əbobu biri, əkobu isə hasilinə bərabərdir. Bunu da qayda kimi əzbərləyirik. İndi keçək əkob və əbob dərsinə. Əkob və əbob ən böyük bizim dərsimizdə 3 səhifə təşkil edir. Tapılması. Verilmiş ədədlər sadə vurğulara ayrılır. Ortaq olan vurğuların qüvvətinin kiçik olan seçilir və onların hasili tapılır. Göründüyü kimi 24 ilə 60-ın əbobunu tapmaq üçün sadə vurğulara ayırmışıq. Hər ikisində ortaq olanları götürmüşük. Göründüyü kimi deməli biz burada seçmişik nələri? Burada 2-nin biri səhv gedib. Əbobunu hesablayırıqsa, hər ikisində ortaq olan vurğuları 2-ləri götürdük. Yəni 2 vur 2 4, vurulsun 3. Bizdə elədi 12. Deməli əbob 24 ilə 60-a bizdə eləyir 12 eləmiş olur. Getdi əbobun düsturu. Əbobun düsturu kök altında AB bölünsün S-dir. Ortaq olmayan vurğuların hasili burada S hərfinə işarə olunur. Əkobun düsturunda isə hamısında, hər ikisində ortaq olanları və ortaq olmayanları da götürürük. Bu şəkildə hesablanır. Əkobun düsturunda isə kök altında A vurulsun B vurulsun S-dir. Ortaq vurğuların çıxarılması. Buna deyirlər ekvilid algoritmi. Ekvilid algoritmində hər ikisində ortaq olan vurğu kənara çıxartdığımız zaman belə bir ifadə alınır. Həm əbob üçün, həm də əkob üçün bu keçərlidir ekvilid algoritmi. Yəni biz burada böyük ədədlərin əkobunu, əbobunu hesablayanda hər ikisində ortaq vurğu mötərizə xaricinə çıxardaraq işimizi asanlaşdıra bilərik. Bu şəkildə. Getdik əkobun tapılmasına. Əkobun tapılmasında verilmiş ədədlərin sadə vurğuları ayrılır. Ortaq vurğulardan qüvvəti böyük olan seçilir. Həmçinin ortaq olmayan vurğular da seçilir və hasili tapılır. Bayaq dediyimiz qayda ilə. A və B qarşılıqlı sadə ədəddirsə, bizdə əbob 1-ə bərabər olur. Əkob hasilinə bərabər olur. Bayaqlar bunu qeyd eləmişdik. Yəni, məsələn, əkob 7 ilə 8 1-dir. Əkob 7 ilə 8 56-dır. Əbob 7 ilə 8 1-dir. A B-nin bölünənidirsə, əbob AB-də AB-yə bərabərdir, əkob AB-də A-ya bərabərdir. Yəni, əbob 28 7-də 7 28-in bölünənidir. Bu zaman əbob nəyə bərabər olur? Kiçiyə bərabər olur. Yəni, kiçiyə 7-yə bərabər olur. Əkob nəyə bərabər olur? 28-ə bərabər olur. Yəni, böyüyə bərabər olur. Gedək 4-cü punktumuza. A və B cüt ədəd, ardıcıl cüt ədəddirsə, əbobu hasil A və B cüt ədəddirsə, əbobu 2-yə bərabərdir. Əkobu isə hasilinin yarısına bərabərdir. Burada nümunələrimiz də var bizim. Əkob əboba vuranda A vurulsun B eləyir. Bu ən bizim vacib olan punktlarımızdan biridir. Sınaq izahlarımızda da burada var. Birazdan Araz rayonlarının sınağını paylaşacağam. Əkob əboba böləndə S eləyir. Ortaq olmayan vurğuların hasili eləyir. Baxsınız burada görərsiniz ki, cavab 2 eləyir. Kitabın PDF-ini əgər istəyən varsa, şərhlərdə qeyd eləsin. Mən WhatsApp üzərindən kitabın PDF-ini sizə göndərə bilərəm tam ödənişli şəkildə.
Deməli, natural bölənlərin say düsturu. Natural bölənlərin say düsturunu çıxartmaq üçün əvvəlcə biz ədədi natural bölənlərinə, yəni sadə vurğular natural bölənlərin sayını tapmaq. Natural bölənlərin sayını tapmaq üçün əvvəlcə biz ədədi sadə vurğulara ayrılırıq, qüvvətlər şəklində yazırıq. Baxın, burada proses gedir. Tutaq ki, bir A ədədidir. Qüvvətlər şəklində ayırdıq, yazdıq. Daha sonra biz bunu natural bölənlərin say düsturunu yerinə gətirib qoyuruq, hesablayırıq. Natural bölənlərin say düsturu nədir? Qüvvətlərin üstünə bir vahid artırıb, vururuq bir-birinə. Nümunə də vermişik burada. 2 üstü 2, 3 üstü 1, 5 üstü 1. Hərəsinin qüvvətlərini bir vahid artırıb vurmuşuq. 3 vurulsun 2 vurulsun 2. Yəni 12. Tam bölənlərin say düsturuna baxaq. Tam bölənlərin say düsturu bir dənə 2-yə vururuq. Natural bölənlərin sayını tapandan sonra 2-yə vururuq. Çünki tam bölənlər həm mənfilər, həm müsbətlər götürülür. Yəni həm mənfi ədədlər, həm müsbət ədədlər birlikdə tam bölənləri təşkil edir. Ona görə 2-yə vururuq. Məsələn, ədədin bölənlərin içində 2, 3, 5 varsa, tam bölənlərin içində mənfi 2, mənfi 3, mənfi 5 olacaq. Yəni 2 qatı olmuş olacaq. Göründüyü kimi tam bölənlərin sayını tapmaq üçün natural bölənlərin sayını 2-yə vurmaq lazımdır. Burada da qeyd eləmişik bunu. İstənilən tam bölənlərin cəmi 0-a bərabərdir. Yəni mənfi ədədlə müsbət ədədi topladığımız zaman eyni bir ədədi 0-a bərabərdir. Yəni mənfi 2 üstə gəlsin müsbət 2 bizdə eləyir 0. Ona görə də bütün tam bölənlərin cəmi 0 eləyir. A-dan kiçik A ilə qarşılıqlı sadə ədədlərin düsturu var. Belə bir düsturu var. 1 çıxılsın 1 bölünsün A. 1 çıxılsın 1 bölünsün B, 1 çıxılsın 1 bölünsün C və s. və burada C olmalıdır. Şərif səhvi gedib. Bu şəkildə istifadə edirik. Bu düstura sadə vurğuların verilmiş asılımlarına üçün 3 nöqtə qoyulmuşdur. Burada da belə bir nümunə verilib. 60-dan kiçik 60-la qarşılıqlı sayda olan ədədləri tapmaq üçün qüvvətlərinə ayrılıb 60 vurulsun, 60-da 1, 62-də 1, 3-də 2 və 5-də 4-ə vurulub, ixtisar aparıb, cavab olub 16. Araz yayımlarından olan bəzi suallara isə birazdan digər videomuzda baxa bilərsiniz. Natural ədədlərə aid olan sınaq izahı verilmişdir. 20 sualdan ibarətdir. Çox da çətin suallar deyil, normal suallardır. Yəni həm birinci qrupa, həm ikinci qrupa hazırlaşan şagirdlər üçün əhəmiyyətli olan suallardır. Natural ədədlər mövzusunda toplu ilə oxşar suallar da var içində. İzləyərək öz biliyinizi gücləndirə və möhkəmləndirə bilərsiniz. Testin düzgün cavabları isə şərtlərdə qeyd olunacaq. Əgər kanalımıza abunə olaraq bizə əgər videonu bəyəndinizsə, kanalımıza abunə olaraq bizə dəstək olmağı unutmayın. Ki bizim motivasiya qaynağımız sizsiniz. Sizin çalışmanız, gözəl nəticə göstərməniz bizim üçün motivasiyadır. Sağ olun, hələlik.